Allahdan başqa bütün qüdrətlər hörümçək evinə bənzəyər. Hörümçək evi düzdür nizamlıdır, qəşəngdir, həndəsə hesablamalarla da. Üfürsən nə olar? Darmadağın olar. Amma Allah deyir, liyutfiyu nurallah, istəyirlər üfürməklə Allahın nurunu söndürsünlər, günəşi üfürməklə söndürmək olar. Təsəvvürlə böyük bir dənə tonqal yanır, onu üfürməklə söndürə bilərsən, özün yanarsan. Əsla. Özün yanarsan, özün aradan gedərsən. Bəzi vaxtlar sıxıntının səbəblərindən biri, o qədər insan başqa dostlarının gücünə, filan kəs məsələn, filan vəzifədə də ona o qədər inanır. Yəni, daha Allah'ı unudub, o bəni xilas edir. O fikir verdiniz. Onu da itirəndə sıxılma gəldi, sıxıntı gəldi. Amma yox, qüdrət kimdir? Allah'dır. Əla kulli şeyin qədir kimdir? Allah'dır. Güclü qüvvətli kimdir? Allah'dır. Və mə entumul fuqara ilallah fəhvəl qəniyyul həmid. Hamvuz, fəqirsiz, zəifsiz. Qəni kimdir? Ehtiyatsız kimdir? Allah'dır. Bu zehniyyət adam həmişə möhkəm dayaq üstüdür. Dağ kimidir. Çünki Rəbbəsi və mə indəkum yənfəd və mə indəllahi baq. Allah deyir Quranda deyir, nə ki siz baxırsınız, görürsünüz, onlar aradan gələcək ya, fanidir. Baqi mənəm. Baqiyə bağlan, baqiyə. Fanini qoy kənara.